Tamam, bugün sizlərə şəkil döndərmə mövzusunun izahını verəcəm. Gəlin başlayaq. İlk olaraq döndərmə, yəni verilən şəklin döndərməsinə keçməmişdən əvvəl, verilən şəklin üzərində olan bu ox işarələri nə işə yarayır, onu izah eləmək istəyirəm. Əgər bizə bu şəkildə işarə vermiş olarsa, bu saat əqrəbi istiqamətində döndərməyimiz, yəni çevirməyimiz anlamına gəlir. Əgər verilən döndərmə saat əqrəbi istiqamətindədirsə, onun üzərində hər hansı bir dərəcə yazılacaq. Məsələn, deyək ki, 90 dərəcə yazılıbdır. Saat əqrəbi istiqamətində döndərmədə verilən dərəcənin yanına plus işarəsi yaza bilərik. Yəni, saat əqrəbi istiqamətində geririksə, plus işarəsi qeyd edirik. Bu, təbii ki, dərəcənin yanında bizə verilmir, biz bunu qeyd edirik. Saat əqrəbinin əks istiqaməti isə bu şəkildə göstərilir. Yenə də burada hər hansı bir dərəcə göstərilərsə, biz saat əqrəbi istiqamətində döndərmə olduqda həmin dərəcənin qarşısına çıxma işarəsi yazmalıyıq. İndi isə gəlin dərəcələrlə tanış olaq. İlk olaraq bizim standart bildiyimiz dərəcələr var ki, bu dərəcələr 30 dərəcə, 45 dərəcə, 60 dərəcə, 90 dərəcə, 180 dərəcə və 270 dərəcə, plus 360 dərəcədir. Bu dərəcələrin döndərmələrini biz bildikdən sonra digər dərəcələrin də döndərmələrini rahat şəkildə öyrənə bilərik, yəni tətbiq eləyə bilərik. İlk olaraq biz 30 dərəcəli döndərməyə baxacağıq. 30 dərəcəli döndərdiyimiz zaman hər hansı bir fiqurda biz bu ox işarəsini çəkə bilərik. Fərq eləmir. Mən burada sadəcə bir ox işarəsi göstərmişəm. Biz nümunələrdə görəcəyik ki, hər hansı şəklin üzərində bu ox işarəsini çəkə bilərik. Ox işarəsini çəkib döndərmədən istifadə eləyəcəyik. İlk olaraq, əgər verilən dərəcə, burada plus yazdığıma görə saat əqrəbi istiqamətində gedəcək. Plus 30 dərəcə dediyimə görə saat əqrəbində istiqamətində 30 dərəcə çevriləcək. Minus 30 dərəcə olsa, saat əqrəbinin əks istiqamətində döndərmə olacaqdır. 30 dərəcə döndərmədə koordinat oxuna nəzərən deyərsək, Y oxuna yaxın bir döndərmə əldə eləyəcək. Bu, həm saat əqrəbi istiqamətində, həm də saat əqrəbinin əks istiqamətində eyni tətbiq olunur. Yəni, eyni dediyim şey, saat əqrəbi istiqamətində getdiyimizdə baxaq döndərməmizə. Gördüyümüz kimi, Y oxuna yaxın döndərmə, yəni burada alınan bucaq 30 dərəcəli bucaq olur. Bunu biz eyni şəkildə saat əqrəbinin əks istiqamətində də bu şəkildə çeviririk. Burada da alınan dərəcə 30 dərəcə olmalıdır. Yerdə qalan digər hissə isə koordinat oxu 90 dərəcəli olduğuna görə bu hissə isə 60 dərəcə. Eyni şəkildə bu hissədə 60 dərəcə olmuş olur. Yəni 30 dərəcə çevirməmiz, döndərməmiz bu şəkildə olacaq. İndi gəlin baxaq növbəti dərəcə 45 dərəcəyə. 45 dərəcə 90 dərəcənin yarısı olduğuna görə verilən fiquru 90 dərəcənin tən yarısı qədər döndərməliyik. Bu, həm saat əqrəbi istiqamətində, həm də saat əqrəbinin əks istiqamətində eyni sayılacaq. Burada gördüyümüz kimi, burada alınan 45 dərəcə döndərmədir. Eyni ilə burada da 45 dərəcə alınmalıdır. Bu fiquru biz saat əqrəbi istiqamətində çevirdiyimiz üçün bu istiqamətdə, saat əqrəbinin əks istiqamətində çevirdikdə isə bu istiqamətdə alınacaq. Burada da yenə 45 dərəcə və burada da yenə 45 dərəcə alınmalıdır. Növbəti çevirməmiz isə 60 dərəcədir. Baxaq çevirməmizə. Gördüyümüz kimi, burada alınan fiqur X oxuna yaxın istiqamətdədir. Burada alınan 60 dərəcə, burada isə 30 dərəcə olmuş olur. Bu, saat əqrəbi istiqamətində çevirdiyimiz zaman olacaq və saat əqrəbinin əks istiqamətində eyni ilə bu şəkildə çevriləcək. Bura 60 dərəcə, bura isə 30 dərəcə olmalıdır. 90 dərəcəyə gəldikdə isə 90 dərəcə koordinat oxunun Y nöqtəsindən koordinat oxunun X nöqtəsinə gəlməsi deməkdir. Gördüyümüz kimi bu şəkildə bura olur 90 dərəcə. Saat əqrəbi istiqamətində qeyd elədiyim kimi, saat əqrəbinin əks istiqamətində isə oxumuz bu istiqamətdə gedəcək və burada da 90 dərəcə olmalıdır. İndi isə gəlin nümunəmizə baxaq. Nümunədə gördüyümüz kimi belə bir fiqur verilibdir. Deyəcəksiniz ki, bəs bu fiqurda ox işarəsi yoxdur. Bəli, yoxdur. Biz ox işarəsini dediyim kimi özümüz çəkməliyik. Burada gördüyümüz kimi ilk olaraq oxumuza diqqət eləsək, saat əqrəbində olur. Deməli, buradakı dərəcənin yanına plus işarəsi yaza bilərsiniz. Bunu hər dəfə yazmağınız sizin üçün daha rahat testi həll eləmək deməkdir.
Dedik ki, ox işarəsi çəkək. Baxın, buradan bir ox işarəsi çəkirəm. Bu ox işarəsini mən 90 dərəcə saat əqrəb istiqamətində çevirdiyim zaman bu istiqamətdə gəlməlidir. O zaman burada gördüyüm hissə yuxarıda olacaq. Burada gördüyüm hissə isə aşağıda olacaq. Deməli, yuxarıda bir dənə üçbucaq olmalıdır və bu istiqamətdə. Baxın, görürsünüz, burada da bir ox işarəsi çəksəm, bu istiqamətdə həmin üçbucaq olmalıdır, qara üçbucaq. A bəndində gördüyümüz kimi o istiqamətdə qara üçbucaq yoxdur. Yenə B bəndində yuxarıda 2 dənə qara var. C bəndində yuxarıda 2 dənə qara var. D bəndində və Y bəndində eyni istiqamətdə bu qara üçbucaqlarımız var. Aşağıda isə diqqət eləsək, bir qara üçbucağımız aşağı, bir qara üçbucağımız yan tərəfə baxır. O zaman biz 90 dərəcə çevirmə zamanı bu aşağıya, bu isə bu tərəfə baxmalı olan üçbucaq olmalıdır. Y variantına diqqət eləsək, biri bu tərəfə, biri bu tərəfə baxan üçbucaqlardır. Amma bizdə biri aşağı, biri yan tərəfə baxmalıdır. Aşağı baxan, yan tərəfə baxan, deməli cavabımız olacaq D variantı. Gördüyümüz kimi biz istənilən fiqurun üzərində ox işarəsi çəkərəkdən verilən testi həll eləyə bilərik. Bunu digər nümunələrdə də sizə izah verəcəm. Məsələn, burada gördüyümüz kimi ilk olaraq bizə təbii ki, biz birinci 60 dərəcə, sonra da bunu 120 dərəcə çevirmək zorunda deyilik. Verilən burada saat əqrəbi istiqamətində olduğuna görə biz bura plus 60 dərəcə. Burada isə saat əqrəbinin əks istiqamətində olduğuna görə minus 120 dərəcə yazacaq. Və verilən dərəcələri toplayacaq. Müsbət 60 dərəcə ilə mənfi 120 dərəcəni topladığımız zaman cavabımız mənfi 60 dərəcə olacaq. Deməli, əslində test bizə verilən fiqurun saat əqrəbinin əks istiqamətində 60 dərəcə çevirməyimizi istəyir. Deməli, biz bu fiquru sadəcə saat əqrəbinin əks istiqamətində 60 dərəcə çevirməliyik. Bəs bunun üçün nə eləyəcəyik? Dediyim kimi, istənilən fiqurun üzərində ox işarəsi çəkə bilər. Verilən bu ox işarəsini biz 60 dərəcə çevirdikdə demişdik ki, X oxuna yaxın bir xətt almalıyıq. Yəni, fiqur almalıyıq. Yəni, buradakı ox, koordinat oxunu da çəksəm, baxın, koordinat oxunu çəkirəm. Buradan həmin fiquru fırlatdığım zaman buradakı bu X oxuna yaxın olan bir fiqur alınmalıdır. Baxdığımız zaman gördüyümüz kimi ox işarəsinin kənarında bir dənə dairə də var. Və bu dairəni də bu hissəyə qoyuram. Gördüyümüz kimi mən A bəndinə baxsam, bu istiqamətdə çəkilmiş bir oxda burada bir dairə görmürəm. Yəni dairə bu tərəfdədir. Əslində bizim fırlatmamız saat əqrəb istiqamətində olduğunu görürük. A bəndi cavab ola bilməz. B variantında isə burada əslində güzgü əksidir. Güzgü əksini qarşıdakı izahlarda verəcəm. Bu güzgü əksi olduğu üçün B variantı da ola bilməz. Yenə eyni nöqtədə çəkdiyim zaman gördüyümüz kimi bu ox işarəsi bu tərəfdə, dairəmiz də bu tərəfdə olmuş olur. Cavabımız olur C variantı. Digər variantlara da nəzər yetirdiyimizdə yenə ox işarəsini çəkdiyimdə mənim çəkdiyim, yəni döndərməmə uyğun gəlmədiyi üçün D variantı da ola bilməz. Eyni şəkildə Y variantına da çəkdiyim zaman döndərməmə uyğun gəlmədiyi üçün Y variantı da ola bilməz. Keçək indi növbəti dərəcəmizə. Bu da 180 dərəcədir. 180 dərəcə bizdə 2 dənə 90 dərəcə saat əqrəbi istiqamətində fırlatmaq deməkdir. Əslində həm saat əqrəbi istiqamətində 180 dərəcə, həm də saat əqrəbinin əks istiqamətində 180 dərəcə eyni şeyi bizə verməlidir. Baxaq. Bu istiqamətdə olur 180 dərəcə, yəni açıq bucaq. Saat əqrəbinin əks istiqamətində də biz fırlatdığımız zaman burada olacaq fiqurumuz. Bu da mənfi 180 dərəcədir. Nümunəmizə baxaq. Nümunəmizdə də yenə istənilən hissədən ox işarəsi çəkə bilərik. Bu saat istiqamətində olduğuna görə bura plus işarəsi yazaq. Ox işarəsi qoyaq. Burada da gördüyümüz kimi ox işarəsinə belə bir üçbucaq birləşir. Saat əqrəbi istiqamətində 180 dərəcə çevirdiyimiz zaman ox işarəsi aşağıda və həmin bu üçbucaq da ona bu şəkildə birləşmiş olacaq. Baxaq, ox işarəmizi üçbucağa yaxın çəkdiyimizə görə buradan həmin ox işarəsini çəkdiyimizdə gördüyümüz kimi alınan dərəcə, yəni bu əslində saat əqrəbi istiqamətində 90 dərəcə fırladılmış halı olur. Bizə isə 180 dərəcə fırladılmış halı lazımdır. Daha sonra buradan fiqurumuzu çəkdiyimiz zaman görürük ki, üçbucaq burada birləşmiş olur və diqqət eləsəz ox işarəsi qoyuram, burada qara və burada da qara hissə var. Deməli, elə cavabımız B bəndi olacaq, 180 dərəcə çevrilmiş variantımız. Yəni, bu ox işarəsinə uyğun gəlir çəkdiyimiz şey.
Gəlin digərlərinə də nəzər yetirək istərsinizsə. Baxın, buradan ox işarəsini çəkirəm. Bu üçbucaq bura birləşib, amma bu onun cüzgə əksi sayılır. Yəni C variantı verilən fiqurun cüzgə əksidir. 180 dərəcə çevrilmiş variantı ola bilməz. Gəldik D variantına. Buradan çəkdiyimiz zaman alınan fiqur 180 dərəcə deyil, 270 dərəcə çevrilmiş vəziyyətdir. Çünki 180 dərəcə gördüyümüz kimi aşağı istiqamətdə olmalıdır. Və buna gəldikdə isə buradan çəkdiyimiz zaman 270 dərəcənin çevrilmiş və cüzgə əksi variantı bizə göstərilmişdir. Y variantı da cavabımız ola bilməz. Gəldik 270 dərəcə. 270 dərəcə saat əqrəbi istiqamətində fırlatma istəyirsə, bu bizə saat əqrəbinin əks istiqamətində 90 dərəcəni fırlatma deməkdir. Əksinə, əgər ki 270 dərəcə bizə saat əqrəbinin əks istiqamətində fırlatma deyirsə, bu bizə saat əqrəbi istiqamətində 90 dərəcə fırlatmaya bərabərdir. Yəni verilən bu fiquru biz 270 dərəcə saat əqrəbi istiqamətində fırladın deyilsə, biz onu saat əqrəbinin əks istiqamətində 90 dərəcə çevirəcəyik. Yəni indi verilən fiqurun baxaq necə çeviririk. Gördüyümüz kimi burada 90 dərəcə saat əqrəbinin əks istiqamətində çeviririk. Əgər ki saat əqrəbinin əks istiqamətində demiş olsaydı, biz onu saat əqrəbi istiqamətində 90 dərəcə bu istiqamətdə çevirərdik. Gəlin nümunəyə baxaq. Burada da gördüyümüz kimi bir fiqur verilibdir. Baxın, bu tam pilusun üzərindən bir dənə ox işarəsi çəkirəm. Gördüyümüz kimi saat əqrəbi istiqamətində dediyinə görə mən bunu pilus deyirəm. O zaman bu nəyə bərabərdir demişdik? Minus 90 dərəcəyə. Yəni saat əqrəbinin əks istiqamətində 90 dərəcə çevirməyə. Bunu saat əqrəbi istiqamətində çevirdiyimiz zaman ox işarəsi bu şəkildə gələcək. Onun altında olan pilusumuz da bu şəkildə görsənəcək. Sadəcə bir dənəsini çəkmək kifayət edir. Gəlin baxaq A bəndinə. A bəndinə gördüyümüz kimi bu hissədə həmin pilus işarəsi yoxdur. Pilus işarəsi aşağı istiqamətdə gedib. Bizim isə bu şəkildə olmalıdır. Deməli A bəndi ola bilməz. Baxırıq B bəndinə. B bəndi ola bilər. Amma uşaqlar, gəlin cavabı biz tez yazmağa tələsməyək. İlk olaraq bütün variantlara baxaq. Çünki bəzi variantlarda da mən plus işarəsinin bu yöndə olduğunu diqqət eləyirəm. Deməli, B variantı ola bilər deyib keçirəm. C variantına baxdığımız zaman plus işarəsinin burada olduğunu gördüyümdə bu saat əqrəbi istiqamətində 90 dərəcə çevrilmiş variantıdır. Bu isə olmaz. Çünki bizə saat əqrəbi istiqamətində 270 dərəcə döndərməyimiz istəyib. Bunu biz əks istiqamətində 90 dərəcə çevirmiş olmalıyıq. Amma burada sadəcə saat əqrəbi istiqamətində 90 dərəcə çevirib. C variantı da ola bilməz. İndi gəldik bura. Bu da ola bilər D variantı, çünki bizim çəkdiyimizə uyğun gəlir. Y variantı da eyni şəkildə ola bilər. Bəs nəyə görə müəyyənləşdirəcək uşaqlar? Baxın, bu orta hissəyə diqqət eləsək, biz bunu saat əqrəbinin əks istiqamətində 90 dərəcə çevirdiyimizdə buradakı qara aşağıda olmalıdır. Yəni bu hissədə belə bir hissəmiz olmalıdır gördüyümüz kimi. Bunun üzərində ağ, bunun üzərində nöqtə, bunun üzərində də ağ olmalıdır. Gəlin baxaq B variantına. B variantında gördüyümüz kimi qara hissə buradadır. Deməli B variantı ola bilməz. D variantına baxdığımızda qara hissə buradadır, ağ hissə, ağ, nöqtə və ağ. Deməli D variantı ola bilər. Yenə də tələsməyək, Y variantına baxaq. Y variantında gördüyümüz kimi buradakı uyğunluq heç cürə uyğun gəlmir. Ona görə Y variantı yox, cavabımız D variantı olacaq. Gəldik 360 dərəcə çevirməyə. 360 dərəcə çevirmə verilən fiqurun elə eyni olması deməkdir. Yəni eyni formada qalması deməkdir. Gəlin baxaq. Gördüyümüz kimi istər saat əqrəbi istiqamətində, istərsə də saat əqrəbinin əks istiqamətində verilən fiquru 360 dərəcə döndərməyimizi istəyirsə, bu fiqur elə eyni olduğu kimi də qalmalıdır. Bu isə cüzgə əksidir. Cüzgə əksinə diqqət elədiyimiz zaman buradakı ox, baxın, ox işarəsi çəkirəm, cüzgə əksi, ox işarəsi çəkirəm. Bu ox işarəsi özünə baxmalıdır. Baxın, bu ox işarəsi özünə baxmalıdır. Siz də istəsəniz ox işarəsi ilə çəkib, həmin ox işarəsinin özünə baxdığını göstərən bir hissə qeyd edə bilərsiniz. Bu istiqamət, cüzgə əksi müxtəlif istiqamətlərdə ola bilər.
yandan qoyulmuş, altdan qoyulmuş, üzərdən qoyulmuş, sağdan qoyulmuş və belə istiqamətdə o istiqaməti göstərmək istəyirəm. İndi isə bu istiqamətdə cüzgü əksi. Gördüyünüz kimi burada zaten ox işarəsi qoyulubdur. Bu ox işarəsi, bir də buradan bir dənə ox işarəsi qoymaq istəyirəm. Digərinə qoymayacağım. Gördüyümüz kimi buradakı ox işarəsi elə bil bununla eyni istiqamətdə bir-birinə baxmalıdır və buradakı ox işarəsi burada deyil uşaqlar. Baxın, bu nöqtə bu nöqtəyə baxır. Bunlar bir-birinin cüzgü əksidir. Buradakı ox işarəsi isə yuxarı baxan ox işarəsidir. Yəni bunun cüzgü əksi burada görsənməlidir bu şəkildə. Baxaq bu nümunəmizə. Bu nümunəmizdə gördüyümüz kimi bizə saat əqrəbinin əks istiqamətində 135 dərəcə fırlatmamızı istəyib. Bəli, biz bura qədər 135 dərəcəyə aid heç bir şey demədik. Normal bildiyimiz dərəcələri öyrəndik. Normal bildiyimiz dərəcələr 30, 45, 90 və s. bunlardır. Deməli, biz burada verilən 135 dərəcəni də normal bildiyimiz dərəcəyə gətirməliyik. Yəni bu 90 dərəcə, mənfi 90 dərəcə, mənfi 45 dərəcə deməkdir. Yəni 135, 90 üstəgəl 45 dərəcə deməkdir. Hər birinin qarşısına da mənfi qoyuruq. Çünki saat əqrəbinin əks istiqamətində fırladacaq. Deyək ki, mən ox işarəsini bu istiqamətdə qoymuşam. Mən bu istiqamətdə qoyduğum zaman mən bu fiquru koordinat oxu kimi 4 yerə böləcəm. Mən bu fiquru 90 dərəcə saat əqrəbinin əks istiqamətində çevirdiyim zaman burada gördüyüm hissə bu tərəfə keçməlidir. Burada gördüyüm hissə isə bura keçməlidir. O zaman yenə verilən fiquru bu hissəyə böldüyüm zaman böldükdə gördüyümüz kimi burada verilən hissə bura keçib, burada verilən hissə isə bura keçib. Deməli, A variantı sadəcə saat əqrəbinin əks istiqamətində 90 dərəcə çevrilmiş variantdır. Biz verilən fiquru 90 dərəcə çevirdikdən sonra həmin fiquru bir də 45 dərəcə çevirməliyik. Gəlin elə A variantı üzərindən gedək. Bu fiqur 90 dərəcə çevrilmiş variantıdır. Bunu 45 dərəcə çevirməyimiz gördüyümüz kimi demişdik ki 45 dərəcə 90-ın tən yarısıdır. Burada gördüyümüz hissə, bu qara, qırmızı ilə olan hissə keçəcək digər tərəfə. Yəni bir dənə bu tərəfə keçəcək. Hər biri bir dənə bu tərəfə keçdikdə, buradakı da bir dənə bu tərəfə keçmiş olacaq. O zaman biz B variantını bu şəkildə böldüyümüz zaman gördüyümüz kimi, dediyimiz kimi buradakı qırmızı bura, buradakı qırmızı da bura keçmiş olub. Digər hissələr də zaten ağdır. Deməli, cavabımız elə B variantı olmuş olacaq. Keçək növbəti testimizə. İlk olaraq burada baxırıq ki, birinci hissədə 90 dərəcə, ikinci hissədə 180 dərəcə çeviribdir. Biz demişdik ki, saat əqrəb istiqamətində hər ikisi eyni istiqamətdə olduğuna görə müsbət yazırıq və bu ikisini eyni zamanda toplayırıq. Bu bizə verəcək 270 dərəcə. Yəni, əslində demək istəyir ki, birincidən ikinciyə, ikincidən üçüncüyə keçdiyim zaman ümumən 270 dərəcə bunu saat əqrəb istiqamətində çevir. Biz də demişdik ki, əgər verilən fiquru saat əqrəb istiqamətində 270 dərəcə çeviririksə, bu elə bərabərdir saat əqrəbinin əks istiqamətində 90 dərəcəyə. İndi burada evin təpə hissəsindən bir dənə ox işarəsi qoyuram və bir dənə də ox işarəsi dam hissəsi tərəfə yerləşdirirəm ki, döndərməyimizi daha rahat başa düşək. İndi biz bu fiquru 270 dərəcə saat əqrəbinin əks istiqamətində çevirdiyimizdə üçüncü hissə gəlib bu şəkildə olacaq. Cavab variantlarından tapmamıza gəldikdə C variantı verilən fiqurun 270 dərəcə çevrilmiş variantı olmuş olur. Təbii ki, silmirik. Ola bilər cüzgü əksi nəticəsində gəlib C variantı ala bilərik. İndi üçüncüdən dördüncüyə keçdiyimiz zaman isə bizə cüzgü əksi deyir. Buradan, bu hissədən qoyulmuş cüzgü əksi deyir. O zaman gördüyümüz kimi bu evin dam hissəsi bu tərəfə, baca hissəsi isə bu tərəfə baxmış olacaq. Bunu da yenə cavab variantlarından baxmış olsaq, D variantı dördüncü şəklimiz olmuş olacaq. İndi isə bizə verilən fiqurun 90 dərəcə saat əqrəb istiqamətində döndərilməsini istəyir. O zaman dam hissəsi belə, baca hissəsi də bu şəkildə olacaq. Çünki saat əqrəb istiqamətində 90 dərəcə çevirmək bu şəkildə olur. Yenə də cavab variantlarına baxmış olsaq, Y variantı 5-ci hissəyə uyğun gəlmiş olur. İndi isə 5-ci hissədə olan fiquru bu istiqamətində cüzgü əksini istəyir bizdən. O zaman bu ox işarəsi aşağı baxırsa buradan
bu şəkildə baxacaq. Bu ox işarəsi isə buradan aşağı baxmış olacaq. Deməli, baca hissəsi yuxarı, dam hissəsi yuxarı, baca hissəsi isə aşağı baxmış olacaq. Bu variant isə cavab variantlarından B variantına uyğun gələcək. Gördüyümüz kimi dam hissəsi və baca hissəsi. Baxın, digər hissələrdə də qoysam, dam hissəsi, baca hissəsi bizim gördüyümüz şəklə uyğun gəlmir. Dam hissəsi və baca hissəsi yenə bizim qoyduğumuz şəklə uyğun gəlmir. Dam hissəsi və baca hissəsi. Hər birini oxla işarə eləsək, daha rahat olar şəkli çevirmək. Yenə uyğun gəlmir. Y variantına dam hissəsi və baca hissəsi bizim şəklimizə uyğun gəlmir. Sadəcə B variantı bizim şəklimizə uyğun gəldiyi üçün cavabımız olacaq B variantı. Gördüyümüz kimi döndərmələri də bu şəkildə, döndərmə və güzgü əksini də bu şəkildə həll eləyə bilərik. Dərsimiz bu günlük bu qədər. Hələlik növbəti dərslərdə görüşərik. Şərhlərinizi və fikirlərinizi yazmağı da unutmayın.